Şimdi gelin bir yerdə bu səbəti dağıdaq. Birinci telefonumuzu səssiz açırıq. Daha sonra adını mənə bağlatdıq qızım. Kosmetika səbətini açırıq. Üstünə qıymıram, inanırsınız. Heç qıymağım gəlmir. Amma istifadə üçündür. Vay. Çok güzel. Rengi de çok güzeldir. Portakal rengi. Daha sonra bu nedir? Golden Rosson. Bu ne mesuludur. Bak biteceğim ama ben atabilmeyeceğim. Amin tıkıldatma hayatım. Bakalım buna. Desem pomada. Kiko'nun da estağfurullah. Kiko'nun pomada. Vay. Orijinal da. Çok güzel. Dudak da çok güzel yumuşak oturur. Daha sonra Şiglam'ın. Göre bu nedir? Neyse. Burasını açana kimi burasını açaq. Şiglam'ın belə bir tuzu. Çok güzel bir teksturası var. Fırçası çok qəşəngdir. Teşekkür ederim buradan Adilə. Hayatım çok sağ ol, yaxşı ki varsan. İndi keçək. Tez açıram. Burada bir dənə parfüm var. Vay, aça bilsin. Qoy buranı dondurum. Hə. Deməli bunu açdım. Ayda çok güzel iyisi var. Teşekkür ederim. Ben şirin duku sevmirəm. Adil de bilir bunu, ona göre benim sevdiğim dukudan koydum. İndi keçək bu. Yəni, bu beden spreydir. Açmaq ne çətindir bunları. Ay başınıza dön. Bunlar necə bağlayıblar? O yetməyəcək. Açılmır. Açıl lan. Belə iyi. Vay. Vanilya. Süperdir. İndi keçək bu dudak konturu. Huda'nın dudak konturudur. Belə bir karçın rəngdə. Tez göstərirəm ki, vaxt gedir. Birdən belə şeydir, pudradır, hə, toz pudradır bu. Belə bir highlighter. Bundan mən başqa firma istifadə edirdim, amma bu başqasıdır. Sonra Şiglam'ın nədir? Baxaq görək. Kiko'nu istifadə etmişəm əvvəl. Amma Şiglam, hə, bu makyaj altı bazadır. Açmağa ihtiyacı yoxdur. Makyaj altı bazasıdır bu. Buna baxın ne şey eləyiblər, bəlkə pənəyimiz atdı. Sonra bir dənə də Şiglam'dır. Bu görək nədir Şiglam'dan. WhatsApp'da imkan verməyəcəklər. Hemen açım. Hə, bu deyəsən makyaj sabitləyici spreydir. Hə, makyaj sabitləyici spreydir. Qoxusu bir gözəldir ki, gözlə qızım. Gözlə. Deməli, sonra bu nədir? Hə, bu şeydir. Bədən kremi. Sonra Notun 102 tonal kremidir. Vay. Hə, baxın ne güzel. Çok süperdir. Çok beğendim bunu da.
Kişi xeylağının belə bir zövqü olmağı həqiqətən yaxşıdır. Sonra Şiqlamın bu nədir? Baxaq görək Şiqlamdan bu nədir? Bu qələm layner. Şiqlamın laynerlərini çox tərifləyirlər. İstifadə eləməmişəm, amma yoxlayacağam. Sonra belə bir vay. Üçlü tem paleti. Yox, tem paleti deyil, əstəğfurullah bu. Konturdu, kölgə verən. Nə deyirlər ona çatında bilmirəm. Neysə, ondan. Bir dənə belə tem paleti. Çox gözəl rəngləri var. Adını qoydular. Daha sonra bir dənə də belə kontur, dodaq konturu. Bu da karışın rəngdədir. Mis Tarsın. Sonra bir dənə belə fırça setidir. Ondan sonra Tartın nədir? Tartın şeydir. Gözün altının kölgələrini götürmək üçün olan var idi. Qismətli şey. Adı yadımdan çıxdı yəni. Elə bunlar. Hər birini sevdim. Həqiqətən hər birində sevərək istifadə eləyəcəyim məhsullardır. Vay vay, bura baxın nə gözəldir. Buradan da aşkım sənə təşəkkür edirəm. Çox sağ ol, yaxşı ki varsan. Sən özün mənim üçün bir hədiyyəsən. Həqiqətən incə düşüncən üçün təşəkkür edirəm. İnşallah ki də mənim sənə aldığım hədiyyələri sən bəyənərsən. Bütün qadınlara qadın xoşbəxtliyi arzu edirəm. Yeni yaşımda da həyatımda sadəcə can sağlığı, bir də xoşbəxtliyi arzu edirəm. Övladlarım, ailəm, sevdiklərimlə birgə.